Avqustun 6-sına keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik. İbtidai istintaqla Baxşəliyev Vüqar Mehmanoğlu'nun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədi ilə evdə yanğın törədərək orada yaşayan Əskər Səmədovla Adilə Hüseynovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əldə edilmiş sübutlar əsasında Baxşəliyevin əməli cinayət məcəlləsinin 120.2.4-cü ümumi təhlükəli üsulla adam öldürmə, 120.2.5-ci tamah məqsədi ilə adam öldürmə, 120.2.6-cı başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürmə və 120.2.7-ci iki şəxsi öldürmə maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Yeni klinikanın direktor müavini işdən çıxarılıb. Unikal xəbər verir ki, bu barədə təbin icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən Ravil Tağıyev yeni klinikanın direktor müavini vəzifəsindən azad edilib. Ravil Tağıyev 2024-cü ildə bu vəzifəyə təyin olunmuşdur. Qeyd edək ki, yeni klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adı çəkilən tibb ocağına rəhbər təyin olunub. Dünən axşam saat 23 radələrində Qobustan rayonunun Təklə kənd ərazisində ağır qəza baş verib. Belə ki, Hyundai markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü 27 yaşlı Emil Əmraliyev ilə hadisə yerindəcə ölüb, araşdırma aparılır. Sabirabad rayonunda yeniyetmə qızın meyidi tapılıb. Hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib. Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü qızın meyidi yaşadığı evin həyətində aşkarlanıb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən davam etdirilir. Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyidi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 6 avqustda Bakı şəhəri Sabunçu rayonu Pirşay qəsəbəsinə ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman İlaqif oğlu Seyid Əmrovun meyidi Nazirliyin qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Xəbər verdiyimiz kimi 21 yaşlı Amin Zamiroğlu Əhmədov Beyləqan rayonunda kanalda boğulub. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə avqustun 6-sında rayon ərazisindən keçən Yeni Xan Qızı adlı beton kanalda baş verib. Hazırda onun meyidinin tapılması istiqamətində axtarış xilasetmə tədbirləri davam etdirilir, əlavə məlumat veriləcək.